hazırki iş yerində gedişat necə olacaq? Vəzifə yüksəlişi və ya maaş yüksəlişi varmı? Bu öz işi olanlara aid deyil, konkret bir məsələdir. Hazırda hardasa işləyirsən, bu işində sənin üçün vəzifə yüksəlişi, maddi yüksəliş olacaqmı? Gəl bununla əlaqədar baxaq. Hazırki işlədiyin iş yerində vəziyyət, durum hansı enerjidədir? Hazırki iş yerində durum hansı enerjidədir? Hazırki iş yerində durum stabil enerjidədir. Sən də özünə görə sözünü tutmusan, özünə görə addımlar atırsan, irəliləyiş aparırsan, danışıqlar aparırsan. Gəl baxaq. Hazırki iş yerində rəhbərlik və ya müdiriyyət sənin iş fəaliyyətinlə əlaqədar nə düşünür? Hansı fikirdədir? Belə bir şey var. Rəhbərlik zaten həmişə hər şeydən narazıdır burada. Sizin iş yerində, sənin iş yerində, harda işləyirsənsə. Hər zaman daha üstünlüyü istəyir, daha çox şey tələb eləyir. Nə bilim, biraz belə, bilirsən necə bir yerdir. İşçini tərifləyib, nə bilim, çox özünü bəyənmiş kimi eləmək istəmirlər ki, bu özünə güvənər, birdən mən bunu tərifləyərəm, bu özünə güvənər, gedər başqa yerdə iş axtarmaq istəyər. Yəni, bunların sizdən artıq tələbi, məsələn, hər şeyi okeydə hazırlamısan, nəsə bir səbəb axtarır ki, yox, buradan narazıyam, yox, bunu düz eləməmsən. Amma bu, nədirsə, yalandır. Yəni, belə deyim də, yalandan sənin özgüvənini salmağa çalışan insanlardılar. Yəni, belə bir yer görürəm ki, çox tərifləməyək, birdən özünə çox inanar, sabah maaşını artırmaq istəyər, sabah, nə bilim, özünə güvənər, başqa yer tapmaq istəyər, nə bilim, nə vaxt belə bir şey düşünürlər. Məsələ budur. Gəl baxaq, hazırki iş yerində sənin üçün vəzifə yüksəlişi olacaqmı? Hazırki iş yerində işləməyə davam etsən, vəzifə yüksəlişi olacaqmı? Yox. Burada vəzifə yüksəlişi söhbəti yoxdur. Bura elə bir yerdir ki, olduğun yerdə addımlayırsan, sən sabah gedib desən ki, vəzifəmi artır. Yalandan en sayda saxta bir nöqsanlar qoyacaqlar ki, yox, buna görə eləmirik, buna görə hazır deyilik, yox, bu yerə layiq deyilsən və s. Belə bir yerdir, yəni. İşçiləri əzən bir yerdir. Nə işdirsə bilmirəm. Gəl baxaq. Bəs hazırki iş yerində maddi işləyib davam eləsən, maaş yüksəlişi olacaqmı? Maaş yüksəlişi də görmürəm. Sadəcə hazırki iş yerində biraz işləyib sənin tamam başqa bir yerə daha yüksək maaşa, daha yüksək bir vəzifəyə keçidini görürəm. Yəni, burada yalandan ümidləndirirlər ki, hə, hələ ki vaxtı deyil, olacaq, belə deyim də. Sadəcə boş ümid verirlər. Amma burada nə sənə, bilmirəm digər işçilərə nədir, sənə nə maaş yüksəlişi, nə vəzifə yüksəlişi düşünmürlər. Deyirlərsə də boş ümiddir. Gəl baxaq. Bəs daha yüksək vəzifəli bir, daha yüksək maaşlı bir iş tapıb dəyişəcəksənmi? İş dəyişikliyi olacaqmı sənə? Bəli, daha yüksək vəzifəli bir iş tapıb işini dəyişəcəksən. Ondan əvvəl ola bilsin ki, maaşla əlaqədar artım istəyə bilərsən. Ondan əvvəl ola bilsin ki, hansısa bir yüksəliş istəyərsən. Amma mən sənə bir şey deyim ki, burada elə bil ki, çıxmağa da qoymurlar, istəmirlər, nə bilim, sən tutaq ki, çıxsan, sənin başqa yerə gedişinə mane olacağı bir addımlar da ata bilərlər. Bura bir xatalı bəlalı bir yerdir, nədirsə. Gəl baxaq. Üzümüzə gələn il, 2026-cı ildə işini dəyişəcəksənmi? Daha yaxşı bir şey keçəcəksənmi? Amma nə olur olsun, sən işini də dəyişəcəksən, başqa bir yerə keçəcəksən də. Sadəcə biraz belə sıxıntılı bir proses olacaq, biraz gecə olacaq. Elə bil ki, uyğun bir fürsət tapıb çıxacaqsan. Daha yüksək maaşlı bir işə keçəcəksənmi? Prosta yenə deyirəm, bax, ehtiyatlı ol. Burada nədirsə, sən sabah birisi gün gedib tutaq ki, desən ki, mən işimi dəyişmək istəyirəm və s. ki, başqa bir yerə keçmək istəyirəm. Onlar bunun qarşısını almağa çalışarlar. Ona görə elə bir, tutaq ki, təzə bir yerə getmək istəsən, o yerdə sənin yolunu bağlamağa çalışa bilərlər. Biraz belə ibnə bir adamlardılar kimlərsə. Ona görə nə vaxt ki, iş dəyişməyə düşünsən, elə bir yer düşün ki, və yaxud da işini elə gör ki, bu yerdə o gedəcəyin yerə əngəl olmasınlar. Gəl baxaq, iş dəyişikliyi olacaqmı? Konkret bir sual, iş dəyişikliyi olacaqmı sənə?
Çətinliklə də olsa olacaq axır əvvəl. Biraz çəkəcək yəni. Gələn ilin o ortalarından sonra ola bilsin ki, yeni bir iş dəyişikliyi, amma olacaq. Bu qədər aldım, qəbul edilməyəz. Ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxlayın.